Ortak Türk əlifbası ilə nəşr edilən ilk əsərlər haqqında Professor Doktor Ramazan Korkmaz ilə müsahibə. Türk dünyasının son 100 illik tarixində bəzən bir xəttin, bir səsin və bir hərfin belə millətlərin taleyini dəyişdirdiyi anlar olub. Əlifbalar dəyişdikcə yaddaşlar parçalanıb, sözlər unudulub, qardaş xalqların yazısı bir-birinə yadlaşıb. Ancaq 21-ci əsrin türk oyanışı bu qırılmış bağları yenidən birləşdirmək yolundadır. Bu mənada ortak türk əlifbası yalnız texniki bir yazı sistemi deyil, türk dünyasının mədəni, elmi və mənəvi birliyinin simvoludur. Bu böyük layihə əsrlərlə bölünmüş türkləri bir araya gətirməyi, ortaq düşüncə və ortaq dil məkanını bərpa etməyi hədəfləyir. Bu prosesin elmi və mənəvi öncülərindən biri professor, alim və ziyalı Ramazan Korkmazdır. Professor Korkmaz həm bir alim, həm də bir fikir adamı olaraq dildə birlik ideyasını təkcə nəzəri müstəvidə deyil, praktik mədəni layihə şəklində həyata keçirən nadir şəxsiyyətlərdəndir. O, bu layihənin elmi əsaslarını, tarixi köklərini və gələcək perspektivlərini öyrənməyi özünün həyati vəzifəsi hesab edir. Aşağıdakı müsahibədə o, bu tarixi prosesin mənəvi kökləri, elmi əsasları və gələcək hədəfləri barədə danışır. Həmçinin Cengiz Aytmatovun ortaq əlifba ilə nəşr olunan ilk əsərinin rəmzi mənasından söz açır. Türkiyənin Ardahan Universitetinin qurucu rektoru, Türk dünyası ədəbiyyatının görkəmli tədqiqatçısı, Türk əlifbası komissiyasının 1991-ci toplantısının özvü, Orxun Vakfı prezidenti Professor Doktor Ramazan Korkmaz ilə Türk Dövlətləri Təşkilatının 2024-cü ildə Bakıda keçirdiyi rəsmi olaraq qəbul edilən 34 hərfli ortaq türk əlifbası haqqında geniş söhbət etdik. Ortaq türk əlifbası niyə önəmlidir? Bunun tarixi inkişafını qısaca izah edə bilərsinizmi? Məşhur filosof Heidegger deyirdi ki, dil varlığın evidir. İnsan varlığının bütün ontoloji uğurları dildə qorunur, saxlanır və gələcək nəsillərə ötürülür. Türk dili də böyük türk millətinin evidir. Ancaq türk milləti minillərlə davam edən köçlər, müharibələr, iqtisadi, siyasi və ictimai dəyişikliklər nəticəsində bir çox hissələrə bölünüb və fərqli coğrafiyalara yayılıb. Bugün dünyada türk millətinə mənsub müxtəlif adlar daşıyan toplumlar və dövlətlər artıq köklərinin çağırışına qulaq asır və yenidən o böyük ailənin birliyinə doğru yönəlirlər. Bu yönəlişin ilk açıq ifadəsi Türk Dövlətləri Təşkilatı oldu. Türk Dövlətləri Təşkilatının ortaq evi türkçədir. Fərqli dil, ləhcə və şivələrinə baxmayaraq, türkcə türk varlığının ümumi ocağıdır. Lakin hazırda təxminən 300 milyonluq türk dünyası latın, kiril və ərəb qrafikalı müxtəlif əlifbalardan istifadə edir. Yəni danışarkən asanlıqla bir-birini anlaya bilən bu böyük toplum yazıda bir-birini oxuya bilmir. Türk ziyalıları bu məsələ üzərində 200 ildir düşünürlər. Xüsusilə İsmail Qaspranlı 1883-cü ildə təsis elədiyi Tərcüman qəzeti ilə dildə, fikirdə, işdə birlik şüarını irəli sürmüş və bu düşüncənin əsasını qoymuşdur. Bu fikir daha sonra 1926 Bakı Türkologiya Qurultayının ideya təməli olmuşdur. Qurultayda əsasən Sovetlər Birliyində yaşayan türk xalqlarının latın qrafikasına keçməsi qərarı alınmış və 1939-cu ilə qədər müəyyən uğurla tətbiq olunmuşdur. Türkiyə Cümhuriyyəti isə 1 noyabr 1928-ci ildə latın əlifbasına keçmə qərarını vermiş və onu sürətlə həyata keçirmişdir. Lakin, həmin dövrdə türk dünyasının zəifliyi və müdafiəsizliyi səbəbilə bu ideya xüsusilə Sovet coğrafiyasında tam şəkildə reallaşmamışdır. Elə bir inkişaf, türk birliyini təmin edəcək bir mədəni dönüşüm, dövrün Sovet İttifaqı başda olmaqla bir çox imperiya dövlətlərinin hədəfinə çevrilmişdir. Qurultaya qatılan 100-dən artıq tanınmış alim sürgün edilmiş, həbs olunmuş və ya qətl etdirilmişdir. 1939-cu ildə Sovetlər rəhbərliyi latın qrafikasını öz mövcudluğu üçün təhlükə sayaraq, bütün türk xalqlarını kiril əlifbasını keçməyə məcbur etmişdir. Qısa müddətdə baş verən bu radikal əlifba dəyişiklikləri türk xalqlarının mədəni yaddaşında dərin itkilərə yol açmışdır. Sovetlər İttifaqının dağılmasından sonra 1991-ci ildən etibarən ortaq türk əlifbası mövzusunda işlər yenidən başlandı. Bu çətin prosesi Türk Dili Qurumu
və Beynəlxalq Türk Akademiyasının rəhbərliyi ilə qurulan Türk Dünyası Ortaq Əlifba Komissiyası həyata keçirdi. Komissiya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan mənbəli alimlər və müşahidə üzrə olaraq Şimali Kibris Türk Cümhuriyyətindən seçilən alimlərdən ibarətdir. Komissiya 9-11 sentyabr 2024-cü ildə Bakıda keçirdiyi iclasda 34 hərfli ortaq türk əlifbasını qəbul etmiş və Türk Dövlətləri Təşkilatı bu qərarın 2026-cı ildən tətbiq olunmasına qərar vermişdir. Beləliklə, Türk dünyasının ortaq bir əlifbaya keçməsi 5000 illik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. Müxtəlif ölkə və bölgələrdə yaşayan türk xalqları türk dilinin varlığı ətrafında toplanacaq. Yalnız danışıqda deyil, yazıda da bir-birini anlamağa başlayacaqlar. Bu, türk xalqlarının xeyrinə, lakin onları parçalamaq istəyən imperial qüvvələrin zərərinədir. Lakin, unutmamalıyıq ki, Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir dəfə yüksələn bayraq, bir daha enməz. Ortaq Türk əlifbası layihəsinin əsas məqsədi nədir? Əsas məqsəd, dünyanın müxtəlif bölgələrində yaşayan türk dilli xalqlar arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı inkişaf etdirməkdir. Danışarkən bir-birini anlayan insanların yazıda da anlaşmasını təmin etmək və mədəni inkişaflarına töhfə verməkdir. Bu, 300 milyonluq türk dünyasını eyni ideallar ətrafında birləşdirəcək böyük bir məqsədə xidmət edir. Ortaq Türk əlifbası hazırlanarkən hansı elmi meyarlar əsas götürüldü? Bu əlifba təxminən 200 illik bir fikir prosesinin nəticəsidir. Türk Dövlətləri Təşkilatının rəsmi olaraq yaratdığı Ortaq Əlifba Komissiyası Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və 2 CTS-dən seçilmiş dəyərli alimlərdən ibarətdir. İsmail Qaspranilinin ideyaları, 1926 Bakı qurultayında qəbul edilən qərarlar, həmçinin 1991-93-cü illərdə Ankarada keçirmiş toplantılarda irəli sürülən təkliflər diqqətlə araşdırılmışdır. Ümumi türk dilinin fonetik və morfoloji quruluşu nəzərə alınaraq 34 hərfli ortaq türk əlifbası qəbul olunmuşdur. Ortaq əlifba ilə nəşr olunan Cengiz Aytmatov və Oğuznamə əsərləri necə seçildi? Cengiz Aytmatov, türk və dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. Əsərləri 194 dilə çevrilmişdir. Türk dünyasının ortaq yazı sisteminə malik olması onun ən böyük arzusu idi. Oğuznamələr isə bütün türk xalqlarının ortaq kök salnaməsidir. Bu iki böyük dəyər, Cengiz Aytmatov və Oğuznamələr, Türk birliyinin mədəni və tarixi simvollarıdır. Kitabların hazırlanma prosesi necə aparıldı? Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi 2026-cı ildən etibarən Türk dünyası nəşriyyatları ilə ortaq layihələr planlaşdırır. Bu çərçivədə Cengiz Aytmatov və Oğuznamə əsərlərinin nəşr edilməsi barədə razılıq əldə edilmişdir. Türk Dövlətləri Təşkilatının 12-ci zirvəsində 7 oktyabr 2025 Qabələ Azərbaycan, Prezident Rəcəb Tayyib Ərdoğan bu müjdəni elan etmiş və ortaq əlifba ilə çap edilən ilk əsərləri dövlət başçılarına təqdim etmişdir. Mətnlərin ortaq əlifbaya çevrilməsində hansı çətinliklər oldu? Əslində bu əlifba 1926 Bakı qurultayında müəyyən edilmiş prinsiplər əsasında Türkiyədə istifadə edilən latın qrafikasına 5 yeni hərfin əlavə olunması ilə formalaşmışdır. Bu, türk dilinin təbiətinə ən uyğun sistemdir. Rəqəmsal dövrdə texniki baxımdan çevirmə asandır. Əsas məsələ yeni yazıya öyrəşmək və tətbiqdə ardıcıl olmaqdır. Sizcə ortaq türk əlifbası Türk dünyasının mədəni birliyinə necə təsir edəcək? Fərqli coğrafiyalarda yaşayan 300 milyonluq türk indi eyni yazı sistemində birləşəcək. Astana və Daşkənddə çıxan qəzetlər Bakıda və İstanbulda asanlıqla oxuna biləcək. Bu, yalnız mədəni deyil, həm də mənəvi birliyin inkişafına xidmət edəcək. Türkçədə gözəl bir məsəl var. İgid yıxıldığı yerdən qalxır. Bizi 100 il əvvəl əlifbalarla parçaladılar. İndi eyni əlifba ilə yenidən ayağa qalxacağıq. Bu layihə Türk dünyasında ortaq elmi və mədəni dilin yaranmasına gətirə bilərmi? Dil və mədəniyyət dəyişikliyi zaman və yetkinlik tələb edir. Bu böyük layihənin uğuru dövlət rəhbərlərinin iradəsindən və alimlərin səmərəli fəaliyyətindən asılıdır. Türk dövlətləri arasında keçiriləcək ortaq elmi konferanslar
və mədəni platformalar Cengiz Aytmatovun vurğuladığı ortaq türk dilinin formalaşmasına təkan verəcəkdi. Akademik və mədəni çevrələrdən hansı reaksiyalar aldınız? Prezident Recep Tayyip Erdoğan'ın Türk Devletleri Təşkilatının açılışında bəhs etdiyi Cengiz Aytmatov kitabı 2009-cu ildə mənim redaktə etdiyim və 30-dan çox medalya toplanan Cengiz Aytmatov adlı prestij kitabı idi. Bu əsərin ortaq əlifba ilə ilk nümunə olaraq təqdim olunması bizim üçün böyük şərəf oldu. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan alimlər və siyasətçilər bu hadisənin Türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirdilər. Məncə 9-11 sentyabr tarixləri Türk Dili Bayramı kimi bütün Türk dünyasında qeyd olunmalıdır. Gələcəkdə bu əlifba ilə başqa əsərlər də nəşr olunacaqmı? Əlbəttə, daha çox əsərlər nəşr olunacaq. Beynəlxalq Türk Akademiyası artıq ortaq əlifba ilə nəşrlərə başlayıb. 21-ci əsrin Türk əsri olması üçün bu prosesi sağlam şəkildə davam etdirməliyik. Son olaraq, Türk dili araşdırıcılarına və mediaya mesajınız nədir? Yenə o məşhur məsələ xatırlatmaq istəyirəm. İgid yıxıldığı yerdən qalxar. Son 200 ildə Türk xalqları böyük sınaqlar və parçalanmalar yaşayıb. İndi tarix bizə bir fürsət verib. Bu sabit prosesi qorumaq və birliyimizi gücləndirmək həm milli, həm də beynəlxalq sülh üçün vacibdir. Türklər heç kim üçün təhlükə deyil, əksinə, dünya sülhünə töhfə verən bir qüvvədir. Bütün bu proseslərin dünyaya çatdırılması isə medianın vəzifəsidir. Ortaq Türk əlifbası Türk dünyasına xeyirli olsun, Ulu Tanrı birliyimizi əbədi etsin.